Deyirəm, hərdən adamın ürəyi istəyir tuşonka, amma kəllə ətindən də. Və təsəvvür eləyin ki, bir dənə iri kəllədən, yekə bir dənə kəllədən. Bax, çıxan ət, yəni təmizlənmiş formada, görürsünüz nə qədər az olur. Yəni hər şeyini tullamışam da onun yaramayan yerlərini, saxlamışam ancaq qaymaqlarını. İndi də mən bundan lezzetli bir dənə tuşonka hazırlayacağam. Deyirəm, dəfnə yarpaqsız tuşonka olar. Əlbəttə ki, yox. Hələ dəfnə yarpağı da elə birbaşa hələ həyətdən götürürəm bax indi. Tübüz nə qədərdir? O nöqteyi nəzərdən siz bankələri sterilizə eləyin, qapaqlarını sterilizə eləyin. Mən artıq eləmişəm. Bura qoydum ki, görəsiniz sabit olaraq da. İki əllə, yəni həm eləmək, həm göstərmək biraz çətin olur. Həmçində dəfnə yarpaqlarını atın biraz qurusun. Qurusun ki, tamını yaxşı versin. Bax, mən sizə deyim, mən biraz qeyri-adi tuşonka eləyirəm də, yəni öz zövqümə uyğun. Yəni bu klassik bir resept deyil. Bax, mənə lazım olanlar stiyotdur, sarımsaqdır, pomidordur, biraz da soğan. Soğan elə az idi, dükana getmək açığı həvəs olmadı. Elə nə var, elə olan ətə o besdir əslində. Götürürsünüz bax belə bankəni əvvəlcə. Birinci atırsınız ki də pomidoru. Sonra sarımsağı. Sonra azmaz soğan. Stiyotdan biraz, kim nə qədər istəyir. Mən xoşlayıram ki, onun tamı dadı yaxşı bilinsin. Bankaya 2 dənə dəfnə yarpağı. Polnu best. Bir dənə bax belə balaca qaşıq, bax belə balaca qaşıq duz. Yəni bu bir çay qaşığından da balaca qaşıqdır. Duzu çox vurmayın indi, kim sonra özü istəyər artırar da. Üstündən də ki bax biraz bax belə quyruq vurursunuz buna. Görürsünüz bax belə bu formada. Mən quyruğu hələ çorkadan çəkirəm, xırda-xırda olur, sonra da ki yaxşı hələ həll olacaq. Bax belə gördüyünüz kimi. Bax belə. Vəssalam. Bax, sonra qapağını da belə qoyursunuz, yaxşı möhkəm bağlayırsınız. Belənçi yığırsınız, bax belə bir dənə qazanın içinə. Altında da bir dənə desmaldan zaddan, əlinizin altına nə keçdi? Mənim əlimin altına keçdi, bax bu. Nə bilim, stol silən var. Onu qoyursunuz ki, bankələr pişəndə bir-birlərinə sirkələnməsin, deyməsin. Bir balaca da belə yerlərdən bunun arasına qoyursunuz. Sonra tökürsünüz bunun içinə su. Bax, belənçik. Su gərək tam şəkildə örtsün bunu. Sonra da qoyursunuz qapağını. Vamxotda getdi bir 10-12 saatdır. Hərdən amma gəlib açarsınız, baxarsınız. Gördünüz su azalıb, su biraz tökün. Su gərək həmişə o bankanın ki ət səviyyəsi var ha, gərək ətdən biraz yuxarı olsun. Nəticədə bax bu cürünə alınır. Nə qədər istəyirsiniz saxlaya bilərsiniz, xərab olmur. Lazım olanda da bax belə gül kimi açırsınız. Bax belə qızdırırsınız, baxın. Məsələn, mən bax çox xoşlayıram perlov ilə bunu yeməyə. Bax bu cürünə ləzzətli. Baxın, bax belə suundan da gezdirirsiniz bax belə üstünə. Baxın, bax beləcik. Ortasına da bax biraz bax belə lap azca kərə yağı qoyursunuz. Baxın, bax belə. Qarışdırırsınız bunu yaxşı ki yağ ərisin. Baxın, şonka ilə perlovka. Sonra da ki nuş eləyirsiniz. Bu qədər qəlbdən qəlbə nuş olsun hamıya. Bax, bu cürünə yeni məhsulu sizə təqdim eləmək istəyirəm. Yol üstü acı duz. Girin qabağınıza çıxan hər bir supermarketlər şəbəkəsinin bir filialına. Hamısında bu məhsul demək olar ki var. Bu qurudulmuş bir ətdir. Müxtəlif toyuq əti, mal əti. İnandırım sizin bunun ədvaları da duzu o qədər azdır ki, tam rahat uşaqlarınıza da verə bilərsiniz.